Allah Taala'nın El-Vahhab adı qeyri-mümkün görünən şeyləri, adi qaydaları aşan möcüzəvi nemətləri bəxş edəndir. Süleyman Aleyhisselam Allah'tan nə istədi? Dedi, ey Rəbbim, mənə elə bir mülk bəxş et ki, məndən sonra heç kəsə nəsib olmasın. Həqiqətən sən El-Vahhab, bəxş edənsən. O sanki qeyri-mümkün bir şey istədi və ona elə bir səltənət verildi ki, ondan sonra heç kimə verilmədi. Bax, budur El-Vahhab. Zəkəriyyə Aleyhisselam ayağa qalxıb dua edəndə necə idi? Çox yaxşı idi. Həyat yoldaşı isə sonsuz idi. Yəni, bütün səbəblər kəsilmişdi. Dedi, ey Rəbbim, mənə öz tərəfindən pak bir övlad bəxş et. Həqiqətən sən duaları eşidənsən. Deməli, bəxş etmək adətən qeyri-mümkün görünən şeylərdə olur. Çətin işlərdə olur. Yalnız Allahın qadir olduğu işlərdə olur. İbrahim Aleyhisselama nə vaxt övlad verildi? 80 yaşına çatanda. Dedi, mənə qocalıq halımda İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun. Bu nə vaxt oldu? Artıq ümidin demək olar ki, tükəndiyi vaxtda. Deməli, El-Vahhab daha çox çətin işlərdə, qeyri-mümkün görünən hallarda təcəlli edir. Bu sənə nə öyrədir? Sən heç vaxt Allahdan ümidini üzmə. Bu möcüzələri verən Allah sənə də ağlına gəlmən şeyləri verməyə qadirdir. Ona görə də dua edəndə əmin ol, ümidli ol və Allahdan daim El-Vahhab adı ilə istə.